Salam, hörmətli izləyicilər. Vətəndaşlar mənə sual verir ki, mən ikinci dəfə ailə qurmuşam. İkinci ailəmdə uşaqlarım var. Birinci yoldaşım aliment ödəyən, alimentin dayandırılması və ya azaldılması mümkündür. Və ya xanımdan mənə zəng gedir ki, mənim yoldaşım mənə ikinci dəfə ailə qurub, birinci həyat yoldaşına aliment ödəyir uşaqlara görə. Bizim də uşağımız olub, alimentin azaldılması və dayandırılması mümkündürmü? Bəli, mənim havada mümkündür. İndi o hansı havadır? Mən hüquqşünas Zaur Seyidzadə məlumat verəcəm. Əgər kiməsə maraqlısa video sonuna qədər izləsin. Hörmətli izləyicilər. Hər şey aydın olması üçün video sonuna qədər baxın. Bir də sizdən xahiş edirəm videonu bəyənin. Qoy hamı bilsin. Kimisə ehtiyacı varsa. Əgər yox, fərdi qayda məsləhət istəsiniz, mənim telefon nömrəm videonun izahı yerində YouTube kanalında qeyd olunub. Eyni zamanda YouTube kanalı şart bölməsində istənilən videonun üzərində var. Bir də sizdən xahiş etmək istəyirəm. Mən əhli təşkilatın rəhbəri kimi və əlilliyi olan şəxs kimi, eyni zamanda hüquqşünas kimi dünyanın 40 tanınmış əlilləri haqqında kitab hazırlamışam. Həmin kitabı satılan 20 manata qoy hamı bilsin. Videonu bəyənib dəstəkləsin, YouTube kanalına abunə olun. Bəyənib keçən mövzuya, hörmətli izləyicilər, alimentin hansı halda azaltmaq olur və ya dayandırma olur. Birinci azaltmanı qeyd edin ki, əgər vətəndaş ikinci dəfə ailə həyatı qurubsa, uşağı dünyaya gəlibsə və iş yerində dəyişiklik olub, əmək haqqı azalıbsa, o halda alimentin azaldılması mümkündür. Eyni zamanda qeyd edin ki, bundan əlavə, əgər vətəndaşın sağlamlığında problem yaranıbsa, yəni belə sonradan əlillik təyin olunubsa, o halda da azaldılması mümkündür. Amma dayandırılması uşaqlara aid. Uşaqlar əgər vaxtından əvvəl ailə həyatı qurarsa və ya övladlara verilərsə, o halda dayandırılması mümkündür. Eyni zamanda onu qeyd edin ki, birinci qrup əlillərə 18 yaşından sonra aliment ödənir. Onu nəzərə alın. O halda birinci, yəni söhbət gedir ərlə arvad. Ərlə arvad bir-birinə baxmaq borcludur. Boşandığı halda birinci qrup əlildirsə, bir də ki, pensiya yaşına 5 il qalıbsa, o halda. Əgər bunlar ailə qrubularsa, belə deyək, yerdən, o halda olan, belə deyək, alimenti dayanır. Uşaqlarsa yalnız bilirsiniz də, Azərbaycanda imkan nikah